Salam əziz şagirdlər və valideynlər. Ülkər müəllimənin kanalında sizi xoş gördük. Bu günlərdə biz riyaziyyat 4-cü sinif iş dəftərinin 1-ci hissəsini işləyəcəyik. Səhifə artıq 84-dəyik və burada həndəsə fiqurlar bölməsindən olan məsələlər mövzusudur. Gəlin başlayaq. Birinci tapşırığımız. Deyir ki, parçanın uzunluğunu ölç və diametri bu parçaya bərabər olan çevrə çək. Bu çevrənin radiusunu yaz və mərkəzini adlandır. Gəlin ölçək əvvəlcə. Bura. 18 mm olur. Buraya yazaq 18 millimetr. Və bu 18 millimetri burada da ölçürük. Çünki biz deyirik ki, diametri buna bərabər olsun. Baxın. Buradan qoyuruq buraca. Bunu çəkəndən sonra çevrəni, yəni bu diametri çevrənin içərisində olur. İndi inşallah ki, biz bunu səliqəli çəkə bilərik. Belə alındı. İnşallah sizə daha səliqəli alınlar. Və bunun ortasını təbii ki, tapırıq və ortasını adlandırırıq. Buradan bura qədər hissə isə, məsələn, A eləyə bilərik. Çünki biz bunu niyə radiusunu adlandırırıq? Bizdən radiusunu yazmağımızı istəyir. A radiusumuzda nəyə bərabər olacaq? Biz bilirik ki, radius diametrin yarısına bərabərdir. Burada da bizim diametrimiz 18 mm olduğuna görə 18-in yarısı, yəni 9 mm olacaq. Gəlin buraya yazaq 9 mm. İndi keçək növbəti B variantına. Burada görə ölçək neçədir? 24 mm. Burada yazaq uşaqlar. 24 mm. Və sonra yenə eyni qayda ilə nə edəcəyik? Burada 24 millimetr olan bir dənə diametr çəkəcəyik. Görək, bunu inşallah səliqəli çəkərik. 24, aha buradan. Buradan bura qədər 24 millimetr olan bir dənə diametr çəkirik və diametri təbii ki, harda olacaq? Çevrənin içərisində. Belə oldu. Sonra isə bunun ortasını qeyd eləyəcəyik. Sonra bu radiusumuza isə başqa bir, bu radiusumuza, yəni bu hissəyə bunu adlandıracaq. Məsələn, n olsun, fərqi yoxdur, başqası da ola bilər. Bunu isə ölçmüşdük ki, 24 mm idi. Bayaq dediyim kimi, radius diametrin yarısına bərabər olduğu üçün 24 mm-in yarısı 12-dir və biz bura 12 mm yazacağıq. Keçək ikinci tapşırığa. Verilmiş bucaqların dərəcə ölçüsünə aid bir nümunə yaz. Transporter vasitəsilə bu bucaqları qur və onları adlandır. Məndə transporter indi burada yoxdur, amma yəqin ki, sizdə bu mövzuda mütləq şəkildə transporteriniz var. Mən burada təxmini gözə yarı çəkib adlandıracağam. Siz isə onu dəqiqliklə ilə burada çəkə bilərsiniz. Məsələn, biz bilirik ki, iti bucağın dərəcə ölçüsü 90 dərəcədən aşağı olanlardır. Məsələn, çəkə bilərik bura 60 dərəcə. Bir nümunə transporter vasitəsilə qur, onları adlandırmağımızı istəyir. Gəlin əvvəlcə burada çəkək. Məsələn, belə 90 olarsa, buradan belə formada bunu 60 dərəcə çəkə bilərik və bu 60 dərəcəni də adlandırarıq A, B, C. Burada düz bucaq. Bilirik ki, uşaq düz bucağın dərəcəsi dəyişmir, o standartdır. Həmişə də neçə olur? 90 dərəcə olur. Yəni düz bucaq standartdır. Onun başqa bir forması yoxdur. Bunu da adlandıraq O, N, R. Fərqi yoxdur. Başqa hərf də ola bilər. Burada yazarıq ki, bucaq O, N, R bərabərdir nəyə? 90 dərəcəyə. Bunu da əslində ABC yaza bilərdik. İndi bunu belə oldu. Silib düzəldə bilərəm, amma siz düzəldə bilərsiniz, belə də yaza bilərsiniz. Kör bucağı da bilirik ki, uşaqlar 180 dərəcədən kiçik, 90 dərəcədən böyük olur. Belə bir bucaq çəkə bilərik və bunu da adlandıra bilərik. Məsələn, ola bilər 125 dərəcə. İndi siz onu transporterlə ölçsəniz əgər, daha dəqiq bilə bilərsiniz ki, o bucağın dərəcəsi neçədir. Mən bunu gözə yarı ölçürəm. Bunu da adlandırarıq ki, P, R, C. Burada yazarıq bucaq P, R, C bərabərdir 125 dərəcəyə. Bax belə. İndi keçək növbəti tapşırığımıza. Bucaqların dərəcə ölçülərini hesabla. Bizdən hansı bucağı istəyir? Belə qoyum, daha rahat olsun. Aha. Bucaq DAB-ni istəyir. Bunu bütöv şəkildə istəyir və bunun içərisində olan iki bucağı görürük. Olan dərəcə ölçüsündə görürük. Burada nə etməli olduğumuzu yəqin ki, təxmin elədik. Burada biz bu iki dənə bucağı toplamalıyıq ki, DAB-ni istəyir bizdən. Ona görə də yazacaq ki, 35 üstə gəl 27 bərabərdir nəyə? 30-dan 20 elədi 50, 7-lə də 5-lə də 7 elədi 12. Oldu neçə? 62 dərəcə. Deməli, DAB 62 dərəcəymiş. Sonra isə davam edirik, bura baxırıq. CPZ-ni istəyir bizdən. Buranı CPZ-ni istəyir. Gördüyümüz kimi, burada bucağın ümumi olaraq dərəcəsini 125 dərəcə göstərib bunu. Və bunu da artıq burada düz bucaq olduğunu bizə qeyd edirik. Və biz də bilirik ki, düz bucağın dərəcəsi 90 dərəcədir. Burada da çıxmadan istifadə edəcəyik. Yəni 125 dərəcədən, bax bu bütöv bulunan, biz düz bucağı çıxacaq. Yəni 90 dərəcəni çıxacaq. Alacaq nə? 125-dən 90 çıxanda yerdə qalacaq. Buradan 10, 20, 35 dərəcə. Deməli, CPZ oldu neçə? 35 dərəcə. İndi növbətiyə baxırıq. Burada KPL buranı istəyir. Burada gördüyünüz kimi açıq bucaqdır. Açıq bucağın dərəcəsi 180 dərəcə olduğunu hər birimiz bilirik. Ona görə də burada da yenə çıxmadan istifadə edəcəyik. Burada LPR-in dərəcəsini verib 168. Biz də 180 dərəcədən çıxacaq 68-i və bu hissəni tapacaq. Deməli, 18-dən 68 çıxanda burada qalacaq 112 dərəcə.
və KPL-in də dərəcəsi olacaq 112 dərəcəli bucaq. İndi keçirik 4-cü tapşırığımıza. Görək burada bizdən nə istəyir? Koordinat şəbəkəsində 3 təpəsi A, B, C nöqtələri olan ABC düzbucaqlısını çək və 4-cü təpəsinin də koordinatlarını yaz. Deməli bizdə düzbucaqlı çəkməyimizi istəyir. 3 təpəsini özü verib, birini biz tapacaq. Gəlin başlayaq. Birinci təbii ki X oxundan götürürük. Koordinat həmişə belə olur. A-nı 1 2-dən götürüb. Deməli 1 buradan, 2 buradan. A burdadır. B hardadır? 1 7. Qalxırıq bura 7. Deməli, birincini X oxundan götürürəm, ikinci qiyməti isə Y oxundan. A-nı, B-ni tapdıq. İndi C-ni içədir 3 7. 3 7. Bu da C-dir. Və D-ni isə təbii ki artıq biz görürük ki D burada olmalıdır. Harda olmalıdır? Burada olmalıdır ki düzbucaqlı yaransın. Deməli D-nin koordinatı hara düşdü? 3 2-yə. Yazırıq bura D 3 2. D-ni də qiymətini qeyd edirəm və təbii ki düzbucaqlını tamamlayıram. Düzbucaqlım hazırdır. ABC düzbucaqlısı. Bunu tapdıq. İndi bizdən nə istəyir uşaqlar? Deyir ki, el xəttindən nəzərən bu düzbucaqlı simmetrik fiqur çək, alınan fiquru adlandır və təpə nöqtələrin koordinatlarını yaz. Burada bizə əvvəlcədən el xətti vermişdi və bu fiqurdan simmetrik bir dənə fiqur çəkmək. Deməli bunun eynisini, baxın buradan bir dana boşluqla eni və uzunu eyni olan yenidən bir biraz belə düzbucaqlı çəkəcəyik. Və bu düzbucaqlını bizdən nə istəyir? Adlandırmağımızı istəyir. Aynen buranı. Çox sərbəstsiz oldu deyə artıq pozanlı qələmdən istifadə elədim. Bunu da adlandıra bilərik P, R, S, T düzbucaqlısı. Və bizdən bunların koordinatlarını yazmamızı istəyir. Təpə nöqtələrini burada özümüz üçün qeyd elədik. Baxın 1, 2, 3, 4. Birinci P-ni yazmalıyım. Yazıram bura P, mötərizə açıram və koordinat nöqtələrini qeyd edirəm. 5, 2. Gəlin yazaq. P-ni tapdıq. Sonra ikinci R nöqtəsini qeyd edirəm. R nöqtəmiz hansı qiymətin üzərində dayanıb? 5, 7. Gəlin yazaq bura 5, 7. Sonra isə S nöqtəmi qeyd edəcəm. S-im hardadır? 7, 7-də yerləşir. 7, 7. Sonuncu T nöqtəmi qeyd edəcəm. T hardadır? 7, 2-də. 7, 2. Bunları qeyd elədik. İndi bizdən nə istəyir? ABC düzbucaqlısının perimetr və sahəsini vahid kvadratlarla hesabla. Vahid kvadrat dediyinə görə biz bunları 1 kimi qəbul edirik. Məsələn, burada bizim enimiz olacaq 1, 2. 2 dənə kvadratda olacaq 2. Uzunluğumuz isə 1, 2, 3, 4, 5 dənədir. Elə 7-dən 2 çıxanda 5-i tapmaq olur da bu koordinat nöqtəsinə uyğun. Deməli, enimiz 2, uzunluğumuz isə 5-dir. Biz perimetri tapanda nə edəcəyik? 5-dən 2-ni toplayacağam, olacaq 7 və 7-ni də vuracağam 2-yə. Amma sahəsini dediyi zaman isə nə edəcəm? Bu 2-ni bu 5-ə vuracağam, alacağım 10. Bu da belə. Keçən növbəti, yəni sonuncu tapşırığımızda bu səhifəmizdə nə deyir bizə? Usta divara düzmək üçün kafellərdən şəkildəki naxışı düzəltdi. Baxın bu naxışı. O naxışı hansı formalı kafelin hansı hərəkətlər nəticəsində alıb? Hərəkətlərimizi bilirik, əks etmə, dönmə. İndi gəlin baxaq görək burada hansılardan istifadə olunub. Naxışımız budur. Bunun içərisində hansı fiqurlar var? Əvvəlcə fiqurları tapırıq. Kvadrat var və 5 bucaqlı var. Kvadrat hansı formada yaranıb? Gördüyünüz kimi əks etmədi. Kvadrat əks etmədi. Bu 5 bucaqlı isə yazaq bura. Kvadrat fiqurumuz, yazaq bura əks etmə. Və bizim 5 bucaqlımız isə gördüyünüz kimi bir-birinin ətrafında dönərək əmələ gəlib. Yazırıq bura 5 bucaqlı və qarşısına yazırıq dönmə. Dönmə hərəkəti yazmıram, qısa olaraq dönmə yazdım. Yəni dönmə hərəkət nəticəsində yaranıb. Və sonra bizdən nə istəyir? Gəlin baxaq. Usta mətbəxin bir divarını bəzəmək üçün 100 ədəd göy 5 bucaqlı və 50 ədəd sarı kvadrat kafel kəsdi. Bu kafellərdən içi bir naxış düzəldə bilər. Hansı kafeli nə qədər artıq qaldı? 100 ədəd göy 5 bucaqlı. Burada gəlin baxaq görək. Bir fiqurda, bir naxışda da burada neçə dənə 5 bucaqlı var. Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli mən 100-ü 8-ə bölməliyəm. Gəlin burada yazaq. 100 böl 8 bərabərdir. Onun içində 8 bir dəfə düşəcək. Və orada qalacaq 2, 20-nin içində 8 düşəcək 2 dəfə. Və qalığımız da 4 olacaq. İstəsəz çubuqlu bölmə, stulu bölmə də yaza bilərsiniz. Belə yer tutmasın deyə mən belə yazdım. Və 50 ədəd sarı kvadrat kafel kəsdim. Belə kvadrat burada 1, 2, 3, 4 dənə kvadratdır. Və mən burada 50-ni 4-ə bölməliyəm. 5-in içində 4 bir dəfə düşəcək. 1 qalacaq. Onun içində 4 2 dəfə olacaq və burada da qalıq 2 olacaq. İndi uşaqlar, bu kafellərdən neçə bir naxış düzəldə bilər. Bura yazacaq ki, yəni belə uzun yazmaq olar ki, bir divarı bəzəmək üçün, baxın ikisi də 12, 12-dir. Deməli 12 dənə naxış düzəldə bilər cəmi. Amma hansı kafeldən nə qədər artıq qalar? Gəlin baxaq. Kvadratdan artıq qalar nə qədəsi idi? Bax burada 4, 5 bucaqlıdan, yox kvadratdan üzr istəyirəm, ikisi qalır. Bu kvadratın cavabıdır. Yazaq bunu 2 eləyək. Burada yazaq 5 bucaqlı. Mən yerlərini qarşı yazdım.
Beşbucaqdan isə 4 dənə artıq qalar. Bu da bizim səhifə 84-ün izahı idi. Növbəti səhifədə yeni dərsdir. Növbəti dərslərdə, yeni izahlarda görüşərik uşaqlar.